Baxın, əsas trigonometrik ənilliklərdən birinci suala yazıram. 1 plus kosinus alfa bərabər yazaq. Kosinus alfa çıx 1. Bunu müxtəsər əsasla açsaq. Kosinus kvadratı alfa çıx 1. Üstə gəlinsin. 1 plus sinus alfa vur sinus alfa çıx 1 ilə yazaq. Sinus kvadratı alfa çıx 1. Burada bərabərdir. Kosinus kvadratı alfa ilə sinus kvadratı alfanın cəmi bizə 1 verir. 1 üst çıx 1 çıx 1. O da eləyəcək -1. Yəni B variantı. Birinci sual idi. Keçək ikinci suala. İkinci sualda deməli, ikinci sualda 1 sıx sinus kvadratı alfanın yerinə yazıram elə kosinus kvadratı alfa. Üstə gəl. Tangens kvadratı alfanı yazıram sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa kimi vurulsun kosinus kvadratı alfa. Buradan kosinus kvadratı alfalar gedir. Qalır kosinus kvadratı alfa plus sinus kvadratı alfa. Bu da bizə 1 verir. Yəni C variantı. Keçirəm 3-cü suala. 3-cü sualda sinus alfa bərabərdir 1-dir. Sinus alfa deməli sinus alfa bərabərdir 1. 1-i alır, deməli alfa olur 90 dərəcə. Alfa bərabərdir 90 dərəcəyə. Onda deməli kosinus alfa plus kotangens alfa bərabərdir kosinus 90 üstə gəlsin kotangens 90. Kotangens 90-a. Bu da bərabərdir kosinus 90-da 0 və kotangens 90-da da yenə 0 olacaq 0. D variantı. Keçəm 4-cü suala. 4-cü sualda da deməli bərabərdir. Burada 1 plus sinus kvadratı daha doğrusu 1 burada 1 minus kosinus kvadratı alfanın yerinə yazıram sinus kvadratı alfa. Üstə gəl sinus kvadratı alfa bölünsün 4 sinus kvadratı alfa. Burada sürətli olur 2 sinus kvadratı alfa bölünsün 4 sinus kvadratı alfa. Buradan da gedir olur 2'də 1. Yəni 0.5 D variantı. Baxıram 5-ci sual bundan nə idi? 6-cı suala. 6-cı sualda da sinus alfa plus kosinus alfa bərabərdir kök 2'yə. Sinus alfa kosinus alfa hasilini istəyir. Bu hər tərəfin kvadratı yüksəlsəm olur sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Üstə gəl 2 sinus alfa kosinus alfa bərabərdir 2'yə. Bu isə bizə 1 verir. Olur onda 2 sinus alfa vur kosinus alfa bərabərdir. 2-dən də 1 çıxanda 1 və sinus alfa vur kosinus alfa bərabərdir 2'də 1'ə, yəni 0.5'ə. A variantı 6-da da. Keçirəm 7-ci suala. 7-ci sualda deməli mənfi sinus alfa üstə gəl tan alfa vur kot alfa çıx kosinus kvadratı alfa. Birinci ilə sonuncudan mənfini çıxarsam olur sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Üstə gəlinsin. Tan alfanı da yazıram sinus alfa böl kosinus alfa vurulsun kosinus alfa kimi. Buradan kosinus alfalar gedir. Bu isə bizə 1 verir. Olur -1 üstə gəl. Deməli -1 üstə burada yox. Bunu səhv oxudum. Burada tan alfa vur kosinus alfa deyil. Kotangens alfadır. Tan alfa vur kot alfa. Bu da bizə 1 verir. Bu da bizə 1 verir. -1 üstə də 1 olacaq 0. 8 bayaq ki 7-ci suala indi. Keçirəm 9-cu suala. 9-cu sualda da deyir 1 bölünsün sinus alfa. Bunu neyniyərik? Ortaq məxrəcə gətirəm mötərizənin için. Sinus kvadratı alfada olur 1 çıxılsın sinus kvadratı alfa. Vurulsun tangens kvadratı alfanı yəni yazıram sinus kvadratı alfa böl kosinus kvadratı alfaya. O da bərabər 1 çıx sinus kvadratı alfada bizə verir kosinus kvadratı alfa böl sinus kvadratı alfa vurulsun sinus kvadratı alfa böl kosinus kvadratı alfa. Buradan ixtisarlar gedir qalır 1. 10-cu sualda bu tip yazırıq. 11-ci suala keçirəm. 11-ci sualda da deməli nə edərəm? Hər tərəfin kvadratı yüksəlsəm qalır 5 çıxılsın kosinus kvadratı alfa bərabər 4'ə. Buradan da deməli 4'ə bu tərəfə keçsə 1 sıx kosinus kvadratı alfa bərabərdir 0'a. Bu isə də bizə sinus kvadratı alfanı verir. Sinus kvadratı alfa bərabərdir 0'a. Buradan da sinus alfa bərabərdir 0 olur. Yəni C variantı. 12 də bundan eynidir. 13-cü sualdan yazıram. 13-cü sualı yenə ortaq məxrəcə gətirib bayaqki kimi 13 14 Bayaqki sualdan eyni tipdədir, amma yazıq bunda. Ortaq məxrəci gətirsə mötərizənin üçün kosinus kvadratı alfada 1 çıxılsın kosinus kvadratı alfa vurulsun 1 bölünsün tan kvadratı alfa. O da bərabər 1 çıx kosinus kvadratı alfa sinus kvadratı alfanı verir. Sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa vurulsun 1 böl tan kvadratı alfa. O da bərabərdir. Burada tan kvadratı alfanı parçalamıram, amma istəsəz onu da sinus kvadratı alfa böl kosinus kvadratı alfa kimi yaza bilərsiniz və yaxud da bunun yerinə kotangens kvadratı alfada yaza bilərsiniz. Yəni bir neçə yolla yazmaq olar. Bu bizə verir sinus kvadratı alfa böl kosinus kvadratı alfa bizə verir tan kvadratı alfanı, yəni tangens kvadratı alfanı. 1 böl tangens kvadratı alfanı da yazıram. Bunlar da ixtisar gedir, qalır 1. Bu şəkildə 14 də bundan eynidir. 15 16-cı tip sualdan birini yazıram.
15-ci sualı yazıram. Deyir A 4 tan alfa, B 3 kotan alfa olarsa A vur B-ni tapın. AB nəyə bərabərdir? A-nın yerinə 4 tan alfa, 4 tan alfa vurulsun. B-nin yerində 3 kot alfa yazsa 12, 12. Tan alfa ilə kot alfanın hasili də 1-dir və ona görə cavab 12 olacaq. 17-ci suala baxıram. 17-ci sualda deyir ki, sadələşdirin. Sinus alfa vurulsun. Kotangens alfanın yerinə yazıram. Kosinus alfa böl sinus alfa. Üstə gəlsin kosinus alfa. Buradan da sinus alfalar gedir. Bu deyir 2 dənə kosinus alfaya. 17-də A bəndi. Keçirəm 18-ci suala. 18-ci sualda deyir ki, kotangens alfanı verir bizə -4 və bu ifadənin qiymətini hesablayın deyir. Deməli, mən nə edərəm? Bir, bunun sürət məxrəcini bölə bilərəm. Yəni, kotangens alfanı yarada bilərəm. Sürət məxrəcini sinusa bölsəm, 1 üstə gəl 2, deməli, 1 üstə gəlsin 2, sürət məxrəcini sinusa bölürəm. Sinusa bölündə 1, 2 kosinus alfa böl sinus alfa bölünsün. 1 çıx 2 kosinus alfa böl sinus alfa. O da bərabərdir. 1 üstə gəlsin 2 kot alfa bölünsün. 1 minus 2 kot alfa. O da bərabərdir. Burada da 1 üstə gəl. Kot alfanın qiyməti -4-dür. 2-ni -4-ə vuranda olacaq -8 bölünsün. 1 minus 2-ni -4-ə vuranda olur +8. Bu deyil -7 böl 9. -9-da 7 Y bəndə. Getirəm 19-a. 19-u da yazacağım. Amma 19-u fərqli yolla yazacağım. Siz baxarsınız hansı rahat gəlsə ondan yazın. İndi 19-a tan alfa -5-dirsə, tan alfa nəyə bərabərdir? Sinus alfa böl kos alfa bərabərdir -5-ə. Buradan da sin alfa tapsaq olur -5 kosinus alfaya, -5 kosinus alfaya. Gətirib hamısının yerində sinus alfanın yerinə -5 kosinus alfa yazacağam. 3 vurulsun sinus alfanın yerinə -5 kosinus alfa. Üstə gəlsin 6 kosinus alfa bölünsün. Kosinus alfa çıxılsın 2 vurulsun sinus alfanın yerinə -5 kosinus alfa yazdıq. O da bərabərdir. -15 kosinus alfanın üstə 6 kosinus alfa gəlində olur -9 kosinus alfa bölünsün. Kosinus alfanın üstə də yəni 1 kosinus alfanın üstə də 10 kosinus alfa gəlində olur 10, daha doğrusu 11 kosinus alfa. Buradan kosinus alfalar gedir, olur -9 böl 11. Bunu da bu şəkildə yazdım ki, hansı şey rahat olsa ondan yazın. Keçirəm 20-ci suala. 20-ci sualda 3 çıxılsın, deməli 3, mənfini çıxardıram, sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Bu da bizə verir 3 çıx 1, yəni 2-ni. O şəkildə 21-ci suala baxıram. 21-ci suala. 21-ci sualda bu yuxarıdakı suallardan eynidir. İstəsəz bunu da belə yaza bilərsiniz. Ya əvəzləməklə yazın. Məsəl üçün, bu dəfə də əvəzləməklə də yaza bilərik və yaxud da hər tərəfini sinus kubuna bölməklə də yaza bilərik. Əvəzləməklə yazsam, kosinus alfa böl sinus alfa bərabərdirsə -1-ə. Məsəl üçün, kosinus alfa bərabərdir -sinus alfaya. Harada kosinus alfa var, yerinə -sinus alfa yazsam, bərabər yazıram. -sinus alfanın kubu çıx sinus kubu alfa bölünsün sinus kubu alfa, çıxılsın 2 sinus kvadratı alfa vurulsun. Kosinus alfanın yerinə -sinus alfa yazıram. O da bərabərdir. Yuxarıda mənfinin kub mənfi dediyi olur -2 sinus kubu alfa bölünsün. Sinus kubu alfa. Deməli, sinus kvadratını sinus alfa vuranda sinus kubu eləyir. Bu mənfi ilə mənfi müsbət. Onda aşağıda da 3. Aşağıda olacaq 3 sinus kubu alfa. Sinus kubu alfalar gedir, olur -3-də 2. Yəni, E bəndi 21-də də. Bu da belə. Keçirəm 22-ci suala. Deməli, 22-ci sualı yazıram. 1 sıx kosinus kvadratı alfanın yerinə elə yazıram ki, deməli, yazıram sinus kvadratı alfa bölünsün. Sinus alfa vur kosinus alfa. Sinus alfa vur kosinus alfa. Buradan sinus alfa ixtisar getdi, qaldı sürətdə sinus alfa, məxrəcdə kosinus alfa. Bu da eləyir elə tan alfa. B variantı 23-də bundan eynidir. Keçirəm 24-də. 24-də də deməli, ifadəni sadələşdirin deyir. Nə edirəm burada? Ortaq məxrəcə gətirə də bilərik və yaxud da gətirməyə də bilərik. İstəyirsiniz ortaq məxrəci gətirək və ya siz ortaq məxrəclə yazarsınız, mən fərqli yazıram, yəni o üsulla deyirəm. İstəsəz onunla da yazıb yoxlayarsınız. Sürətdə sinus kvadratı alfanın yerinə yazıram, 1 minus kosinus kvadratı alfa. Üstə gəlsin kos alfa. O da bərabərdir. 1 plus kos alfa, orta məxrəcə gətsəz daha qısa gedərdi. Buranı da parçalasam, 1 minus kos alfa vurulsun 1 plus kos alfa. 1 plus kos alfa. Deməli, üstə gəlsin kosinus alfa. O da bərabərdir. Bunlar ixtisar gedir, qalır 1 minus kos alfa, üstə gəlir kos alfa. Bunlar da ixtisar gedir, daha doğrusu islah olur, qalır 1. 25-i də yazıb yoxlayarsınız. 26-cı sual. İfadəni sadələşdirin deyir. Sinus vur tangens, sinus vur kotangens. Yazaq. Deməli, sinus ortaq məxrəcə gətirsək, sinusa çıxarsa orta vur mərkəzi xaricinə. Və yaxud da bura qaçaq hamısın. Sinus
x vurulsun. Tanı yeni yazıram. Sinus x böl kosinus x. Üstə gəlsin. Sinus x vurulsun. Kotun yeni yazıram. Kosinus x böl sinus x. Buradan bunlar gelir. Olur. Kosinus x da sinus kvadrat x üstə gəlsin kosinus x. Bunu da ortaq məxrəcə gətirsəm. Kosinus x da sinus kvadrat x üstə gəl kosinus kvadrat x. Bu da eləyir. Sürət 1'i verir kosinus x-a. 1 böl kosinus x-a, yəni C variantı. 28-ci suala baxaq. Deməli, baxıram 28-ci suala. Kot alfa bərabərdir -1. Deməli, və daha doğrusu kot alfa bərabərdir -2 sinus alfanı tapın. Bunu necə yazaram? 1 üstə gəlsin kotangens kvadratı alfa bərabərdir 1 bölünsün sinus kvadratı alfa düzünə istifadə etməklə və yaxud da düzbucaqlı qaydası ilə yaza bilərik. Düsturla yazıram. 1 üstə gəl kotangensin yeni -2 qoysam 4. 1 bölünsün sinus kvadratı alfa. Bu da 1 bölünsün sinus kvadratı alfa bərabərdir 5'ə. Sinus kvadratı alfa bərabərdir 1 bölünsün 5'ə. Buradan da sinus alfa bərabərdir kök altdan müsbət -1 böl 5. İndi bizə nə deyir? Rübünə baxırıq. Rübü 4-cü rübdür. 4-cü rübdə də sinus mənfi olduğuna görə olacaq -1 bölünsün 5. Yəni müsbəti alınır, mənfini alınır A variantı. 29-cu suala baxıram. Deməli 29-cu suala ifadəni sadələşdirin deyir. Sadələşdirək bərabərdir. 1 sıx kosinus kvadrat alfa yerinə sinus kvadratı alfa yazıram. Sinus kvadrat alfa vurulsun. Deməli vurulsun tangens kvadrat alfa. Daha doğrusu bunu vurub atsaq. Deməli bizə nə verir? Heç nələ ki yazıram. Tangens kvadrat alfanı da yerinə yazıram. Sinus kvadratı alfa böl kosinus kvadratı alfa. Üstə gəlinsin. Üstə gəlsin. Deməli buna vurub atsam ən yaxşısı. Deməli, vurub atsam tan kvadrat alfa. Onunla da yazanda axıra gedirik. Sadəcə vurub atsam. Kosinus kvadratı alfa vur tan kvadrat alfa. Üstə gəl 1 çıxılsın tan kvadrat alfa. Buradan bu tan kvadrat alfa islah olunsun. Qalır 1 çıxılsın kosinus kvadrat alfa vur tan kvadrat alfa. Aha. Burada da deməli tan kvadratı alfa ilə kos kvadrat alfanı sadələşdirsə 1 çıxılsın kosinus kvadratı alfa vurulsun tan kvadrat alfa yəni yazıram sinus kvadrat alfa. Böl kosinus kvadratı alfa. Bunlar da ixtisar gedir. Qalır 1 çıxılsın sinus kvadratı alfa. Bu deyir kosinus kvadratı alfa. Yəni E bəndi. Keçirəm 30-a. 30 yaza. 30, 31. Deməli 30-da da sürəti kuba görə atsaq. Kosinus alfa çıx sinus alfa. Deməli kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa çıxılsın. Daha doğrusu üstə gəlsin sinus alfa vur kosinus alfa. Bölünsün məxrəcdə də 1 plus sinus alfa vur kosinus alfa. Bu isə bizə 1 verir. 1 üstə gəl sinus alfa vur kosinus alfa ilə bu ixtisar gedir. Qalır kosinus alfa çıx sinus alfa. Olacaq E bəndi. Gətirəm 31-ci suala. 31-ci sualda da nə edərik? Deməli burada bir dəqiqə. Deməli, vurub atsam və yaxud da ortaq mərcə gətirəm mörtəzənəsini, sonra vurub atsaq. Kos alfa vurulsun. Mörtəzəni sadələşdirsəm, kos alfada kos alfa üstə gəl 1, üstə gəl 1, üstə gəl tan alfanı da sin alfa böl kos alfa kimi yazsaydım, üstə sinus alfa olacaqdı sürətdə. Ortaq məxrəcə gətirəndə. Eynisi vurulsun. Yenə eyni kos alfa. Burada da 1 plus sin alfa çıx 1 olacaqdı. Daha doğrusu sürət səhv yazdım. Deməli, kos alfa çıx 1, üstə gəl sin alfa. Bu şəkildə. Bu məxrəclə bu məxrəcə gedir. Qalır məxrəc kos alfa. Sürətlər bir-birinə vuraq. Sürətləri necə vuraq? Yazıram kos alfa plus sin alfa plus 1. Bunu ayrı yazaq. Bu tərəfdə yazıram kos alfa plus sin alfa minus 1. Yəni müxtəsərə gətirsəm, məxrəcdə kos alfa, sürətdə də kos alfa plus sin alfanı buna vuranda olur kos alfa plus sin alfanın kvadratı çıx 1. Bu şəkildə. Yuxarını sildim. Bərabərdir. Deməli, bunu da atsaq vurub. Vurub atsaq olacaq. Daha doğrusu kvadrat küçəsi kosinus kvadratı alfa. Üstə gəl sinus kvadratı alfa. Üstə gəlsin 2 sinus alfa vur kosinus alfa. Vur kosinus alfa. Deməli, çıxırsın 1 bölünsün kosinus alfa. O da bərabərdir. Bərabərdir. Buradan da bunlar 1 olur. Cəmi 1. Bu 1 ilə bu 1 islah olunur. Qalır 2 sin alfa vur kos alfa bölünsün kos alfa. Bunlar da gedir. Olur 2 sinus alfa. Yəni C variantı. 33, 32 də bayaq yazdığımız sualdan kuba yüksəldi. Məxrəc ixtisar gedəcək. Sonra yenə 1 qalacaq. Orada islah olunur.
33 yazıram. Deməli 33-cü sualda nə deyir? Deyir 0 tam dövrdə 3. Dövrdə 3 yəni 9 3-də 1. 3-də 1 plus sin alfa vurulsun 3-də 1 çıx sin alfa. Üstə gəlinsin. Bunu da vurub basdıq müxtəsərə görə 9-da 8 eləyir. 9-da 8 çıx kosinus kvadratı alfa. Bərabər. Bunu da vurub basdıq 9-da 1 çıx sinus kvadratı alfa. Üstə gəl 9-da 8 çıx kosinus kvadratı alfa. O da bərabərdir. 9-da 1 nə 9-da 8 bizə tamı verir, yəni 1 tam. Mənfini də çıxarsam sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Bu hissədə bizə 1 verir. 1-dən də 1 çıxanda olacaq 1. Daha doğrusu 0. 34-35 tipli suala baxıram. 34 tipli suala baxıram. Deməli, ifadəni sadələşdirin deyir. Burada nə var? Burada kub yarada bilərik birinci hissədən. Birinci hissədən kub yarada bilərik. Yazıram bərabərdir. Sinus kubu alfa, daha doğrusu deməli, sinus kvadratı alfanın kubu, üstə gələn kosinus kvadratı alfanın kubu. Üstə gəlinsin 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Bərabərdir. Bu hissəni vuruqlarına ayırsam kubu kimi sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Birincinin kvadrat olur sinus üstə 4 alfa. Üstə gəl kosinus üstə 4 alfa. Kosinus üstə 4 alfa. Çıxılsın sinus kvadratı alfa, kosinus kvadratı alfa. Üstə gəlsin 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. O da bərabər. Bu birinci hissə bizə 1-i verir. Oranı yazmıram. Ta 1 vurulsun kimi. Bu hissə təzədən yenə sadələşmək lazım. Bunu müxtəsər vurma üstünə əsasən yazıram. Sinus kvadratı alfa. Deməli, yazıram sinus kvadratı alfa plus kosinus kvadratı alfanın bağlı kvadratı çıxılsın 2 sinus alfa vur kosinus alfa. Burada çıxılsın bir dənə də sinus, daha doğrusu. Burada çıxılsın bir dənə də sinus kvadratı alfa, kosinus kvadratı alfa var. Bunda yazdıq. Üstə gəlinsin 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa. O da bərabərdir. Bu hissə yenə bizə 1 verir. 1-in də kvadratı ilə 1-dir. 1 çıx 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Üstə gəlinsin 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Bunlar islah olunur, qaldı 1. Deməli 35-36 da bu tipli sualda 35-də, yox 35 fərqli 35-i yazam. Yazıram 35-ci sual. 35-də nə deyir? Sinusda 4 alfa var və orada da kod kvadratı alfadır. Baxaq. Yazıram bərabərdir. Birinci də sinusda 4 alfa yazıq. Sinun üstə 4 alfa. Üstə gəlinsin. 2 sinus üstə 2 sinus üstə 4 alfa vurulsun. Deməli. Vurulsun. Kotangens kvadratı alfa yəni yazıram ki, kosinus kvadratı alfa böl sinus kvadratı alfa. Üstə gəlsin kosinus üstə 4 alfa. O da bərabərdir. Sinus üstə 4 alfa. Üstə gəlsin. Bunlar getdi. Qalır 2 sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Üstə gəl kosinus üstə 4 alfa. Bu da bizə verir sinus kvadratı alfa plus kosinus kvadratı alfanın bağlı kvadratını. Bu da bizə 1 verir. 36-nı da siz yazarsınız. Keçirəm 37-ci suala. 37-ci sualda nə deyir? Tan alfa 2 olarsa bu ifadənin qiymətini tapın. Deməli, tan alfa 2-dir. Bunu yazıram. Üçbucaq üsulü ilə yazacağam. Əslində əvəzləmə ilə də yaza bilərsiniz siz. Amma üçbucaq üsulü ilə yazıram mən. Deməli, düzbucaqlı üçbucaq üsulü ilə yazsam, düzbucaqlı üçbucaq çəkirəm. Bura alfa yazıram. Tan alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetin nisbəti. Deməli, onda bura 2 idi, bura 1-dir ki, 2-yə 1-ə nisbəti olub 2. Və buradan 2 1-ə əsasən hipotenuzumuz olacaq kök 5. Və buradan deməli sinus alfamız bizim nəyə bərabərdir? Sinus alfamız qarşıdakı katetin 2-nin kök 5-ə nisbəti. Kosinus alfamız nəyə bərabərdir? Kosinus alfamız da bitişik katetin 1-in kök 5-ə nisbəti. Gətirib hamısını yerinə qoyuram ifadədə. Bərabər yazıram. 3 sinus kvadrat alfa 3 vurulsun. Sinus kvadrat alfa edir 4 bölü 5. Üstə gəlsin 2. Bölünsün. Məxrəcdə 4 üstə gəlsin 5 vurulsun kosinus kvadrat alfa. Bu da 1 bölü 5. Bu 5 dərəcətdir. Məxrəc oldu 5. Sürətdə də deməli oldu 5-də 12 plus 2. Hər tərəfində 5-ə vursaq olur 22 bölünsün 25. 38 də bu qaydadadır. Deməli 38 də bu qaydadadır. Düzbucaqlı üçbucaqla da yaza bilərik. Bunu da düzbucaqlı üçbucaqla yazaq. Bura bir alfa olsun. Kotangens alfa mənfi 8 bölü 15'dir. Bu mənfisi rübünə görə. Çünki ikinci rübdə mənfi daxil ona görə. Deməli, kotangens alfa nəyə bərabərdir? Bitişik katetin qarşıdakı kateti. Yəni 8-in 15-ə nisbətidir. Düzdür, bitişiyin qarşıdakına. 8-in 15-ə onda burada 12 olur.
12. Daha doğrusu 12 nədir? 17. K-la yazsaq 17K və yaxud 17. İndi buradan bizə deyir ki, 2 çıxılsın 17 böl 8 sinus alfanı tapın. Sinus alfanı necə tapırıq? Sinus alfa nəyə bərabərdir? Sinus alfa bərabərdir. Qarşıdakı katetin 15-in hipotenuzu 17-yə nisbəti. Ancaq ikinci rübdə. İkinci rübdə sinus müsbətdir deyil, müsbət götürəcəm. Vurulsun 15 böl 17. Yəni burada bucaqlara mütləq diqqət etmək lazımdır. Bu deyil 2 çıx 8-də 15. Bu deyiləcək 8-də 16,5. 8-də 1. E variantı. 39-cu suala baxıram. 39-cu sualda deməli 39-cu sualda bizə nə deyir? Kotangens alfa. Bunu da yenə bayaqki kimi ya əvəzləmə ilə yazırsınız, ya düz bucaqla yazırsınız, ya da ki əvəzləmə dedik ki necə idi? Yəni əvəzləmə cos alfa böl sin alfa bərabərdir 2-dirsə, cos alfa bərabərdir 2 sinus alfa. Yəni ya cosinus yerinə 2-dən sinus alfa yazıb hesablayırıq əvəzləmə ilə, ya yazırıq ki, düz bucaq qaydası, bundan əvvəlki yazdığım kimi kot alfanı tətbiq edib sinus kosinusu tapıb qiymətdən yenə yazıb hesablayarıq. Ya da ki, bölməklə, bu dəfə də bölməklə yazıram. Baxın, ən böyük dərəcəyə baxırıq. Kosinus alfa, sinus alfa kvadratı, kosinus kvadrat alfa, sinus kvadrat alfadır. Və bizim də kotangensimiz kosinus sinusa böləndə alınır. Ona görə bunu hər tərəfini sinus kvadrat alfaya böləcəm. Deməli, 3 sinus alfa vur kosinus alfa bölünsün sinus kvadratı alfa. Üstəgəl, kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa. Bölək. Sinus kvadratı alfa böl sinus kvadratı alfa çıxılsın 2 kosinus kvadratı alfa böl sinus kvadratı alfaya. O da bərabər. İndi buradan bu sinuslar gedir. Nə qalır? 3 kosinus böl sinus. Burada sinus məxrəcdə sinus kvadrat alfa daxil. 3 kosinus böl sinus. O da 3 kot alfanı verir bizə. 3 kot alfa. Üstə gəlinsin. Kos kvadrat alfa böl sinus kvadrat alfa ilə kot kvadratı alfanı verir. Bölünsün. Deməli, bölünsün. Bu da bizə 1-i verir. Sinus kvadrat alfa ixtisar gedir. Çıxılsın. Bu bizə yenə kot kvadrat alfanı verir. 2 kot kvadratı alfa. Bu şəkildə. Davamında da qiymətlərini yerinə qoyub hesablayacaq. Elə kot alfanı yerinə 2 qoysaq, deməli, bərabər 2 yazsaq, 3 vur 2, üstə gəl 2-nin kvadratı bölünsün, 1 çıx 2 vur 2-nin kvadratı. O da eləyəcək neçə? 6 üstə gəl 4, 10 bölünsün, 1 çıx 8, yəni mənfi 7. A variantı. Keçirəm 40-cı suala. Deməli, burada belə bir şey yazıram ki, demək 2 sinus alfa vur kosinus alfa bərabərdir sinus 2 alfaya. Sinus 2 alfaya. Və sinus alfa vur kosinus alfa da bərabərdir. 2-də 1 sinus 2 alfaya. 2-də 1 sinus 2 alfaya. Yəni bu 2 qat argumentində üstürüdür. Bunu indi biz qarşıdakı bölmədə də keçəcəyik, amma burada təyin oblastda lazım olacaq bizə. Sinus alfa vur kosinus 2 sinus alfa vur kosinus alfa bizə verir sinus 2 alfanı. Yəni sinus 2 alfanın üstürüdür. Bu bizə 2 sinus alfa vur kosinus alfadır. Onda bunu da yaratmaq üçün elə bir sinus alfa vur kosinus alfanı da sürət məxrəcini 2-yə vursaq, onda olur 2-də sürət bizə verir 2 sinus alfanı. Yəni 2-də 1 sinus alfa bu şəkildə yaranır. Yəni əzbərləmə ehtiyac yoxdur. Amma yuxarıdakını əzbər bilməliyik birinci. İndi baxaq, burada deyir ki, qiymətlər oblastını tapın. Burada qiymətlər çoxluğa əslində sonraki dərs verilməlidir, amma yazaq da. Sinus x vur kosinus x-i yazıram. 2-də 1 sinus 2x kimi çıx 2-də 1. O da bərabərdir. İndi burada nə edirik? Deməli, belə ifadələrdə qiymətlər çoxluğunu tapmaq üçün ya sinusa gətirməliyik, ya da kosinusa gətirməliyik. Yəni, hər hansı birinə gətirməlisiniz. Yəni, sinusun da, kosinusunda ikisinin də qiymətlər oblastı, deməli, qiymətlər oblastı mənfi 1, 1 aralığıdır. Yəni, bizdə qiymətlər oblastını deyirsə, sinus 2x-in yəni yazıram mənfi 1, 1. Yəni, sinus 2x olsun, 3x olsun, 5x olsun, 100x olsun, nə olur olsun, sinus varsa, deməli, qiymətlər oblastı mənfi 1, 1-dir. Onun üçün, buradakı sinusun yerinə mənfi 1, 1 yazsam, 2-də 1, burası mənfi 1, 1. Çıx 2-də 1. O nə eləyəcək? Deməli, aralıq kimi nə olacaq? Mənfi 2-də 1 və 2-də 1. Bundan da 2-də 1-i çıxanda, mənfi 2-də 1-dən 2-də 1 çıxanda olacaq, deməli, mənfi 1, 2-də 1-dən 2-də 1 çıxanda 0. Mənfi 1, 0 A variantı. Deməli, bu da 40-cı sual idi.